ədalətsizliklə üzləşən bütün insanlardan, onların ailələrindən üzr istəməklə bərabər o adamların şəxsən bizdən də millət vəkillərinin bir çoxundan da üzr istəməlidirlər. Çünki o adamların ailələri ilə bağlı, onlar gəlib, valideynləri belə-belə göz yaşı töküb də, bizim uşaqlarımızın günahı yoxdur, dövlətə canımız qurban olsun, nə də suçlandırırıqsa suçlandırılaq, amma casusluq biz erməniyə işləyib vətənə xəyanət eləyənlərdən deyilik. Bu bizim üçün çox ağır mənəvi yükdür, deyib ağlayan valideynlər. Uşaqları məktəbə getməyə utanan o uşaqlar ki, o valideynlərinə o damğalar vurulmuşdu, evlərinə, o məktəblərə gedəməyən uşaqlar. Biz bunlarla bağlı müraciət eləyəndə bizi də ittiham eləyirdilər ki, siz casusları müdafiə eləyirsiniz. Amma biz casusluq müdafiə eləmirdik. Biz deyirdik ki, bu məsələlərə təkrar baxılsın. İnsanlar ağlayır, yalvarır, deyir ki, yenidən ədalətli baxılsın. Mənim özüm neçə dəfə bunu sübut eləməyə çalışmışam ki, siz nə danışırsınız? Mənim həyatım 19 yaşından ictimai siyasi həyatda olan insanım. Mən casusluq müdafiə eləməmişəm. Amma haqları müdafiə eləyirik. İndi bu adamlar çıxsınlar. O insanların valideynləri ki, onlar ürək ağrısı ilə insanlar içinə çıxa bilməyiblər. Onların evlatları məktəbə gedə bilməyib. Birincisi çıxsınlar televiziya ekranlarına necə çıxıb ittiham eləyirdilər ha, qabaqca. Bax, eləcə şəkildə də çıxsınlar. Oradan zəhmət çəksinlər, üzr istəsinlər. Çünki bütün Azərbaycan xalqının gözündə bu bəraət alan insanlarla bağlı məlumatlar belə gedir. Heç insanlarımızın çox xəbəri də yoxdur məlumatlardan ki, onlar bəraət alırlar. 2. O işgəncə verənlər. Onlar hardadılar? O işgəncə əmrini kim vermişdi? Bu adamları cəmiyyət görmək istəyir ki, bunlar ən ağır cəzanı alır. Bu müstəntiqlər, haradadır bu müstəntiqlər? Bu müstəntiqlər təkrar bu sistemdə çalışacaqsa, o zaman Azərbaycan xalqının hüquq mühafizə orqanlarına nə inam ola bilər? Ona görə xalqımız görmək istəyir ki, bu